Keçdim bunun həyat yoldaşı, hörmətli Mehriban Əliyevanın səhifəsinə ki, bəlkə o bizə nələrsə vəd eləyib bu zavallı Azərbaycanlılara. Oxuyaq, görək Mehriban Əliyeva nə yazıb. Vitse-prezident yazır, əziz həmvətənlərim, bacı qardaşlarım, yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərimiz doğrulsun, ürəyimizdəki bütün arzularımız həyata keçirsin. Çox sağ ol, minnətdarıq. Amma sual ondan ibarətdir ki, dərmanların qiymətini bax bu şəkildə qaldırdığınız halda, millətin normal səhiyyə xidməti görmədiyi halda, millətin əmək haqqısı aşağı səviyyədə olduğu halda, cərimələri günü-gündən astronomik həddə qaldırdığınız halda, bu yetim millətin canı necə möhkəm ola bilər? Necə sağlam ola bilər? Min bir müsibətlə girinc elədiyiniz bu xalqın ən cavan balaları stressdən xərçəng xəstəlikləri tapır. Ürək-damar xəstəlikləri tapır. Quru sözlə bu can sağlığı necə ola bilər? Bu can axı dəmirdən, daşdan, betondan deyil. Uğur və rifahı arzulayırsınız bizə. Əgər bu səmimi arzudursa, o sözlə olmur ki, əməllə olur. Bütün uğurlu insanları öz ailənizdən, öz mağaranızdan deyilsə, siz düşmən gözündə görürsünüz. Nə qədər biznesmenləri məhv eləyib bu Paşa Holding vasitəsilə, bu Əliyevlərin öz biznes strukturları vasitəsilə. Orada necə uğur ola bilər? Necə rifah ola bilər? Sizin uğurluğunuzu görən iqtisadçılar, yazan iqtisadçıları düşmən elan eləyibsiniz. Həbsxanaya doldurubsunuz, qaçaq eləyibsiniz ölkədən. Belə bir şəraitdə millətin ümidləri necə doğrula bilər? Bütün arzularımız necə həyata keçə bilər? Azərbaycanın bu sadalanan məsələləri həyata keçirilməsi üçün ürəyindəki bir arzunun reallaşması lazımdır. O da bu Əliyev rejiminin, bu sülalə rejiminin, bu görməmiş rejimin iş başından getməsidir, hakimiyyətdən getməsidir. Ondan sonra bəlkə millət bu inkişaf yoluna çıxar, progres yoluna çıxar, özü üçün nəsə eləyə bilər.